Hər vaxtınız xeyir olsun. 7 iyun 1-ci qrup qəbul imtahanı suallarına baxırıq. Birinci sual həndəsizliklə sualıdır. N plus 10, N plus 11, N plus 12-ci hədlərin hasili bizə bu ifadəni verir. Aydın məsələdir ki, ardıcıl hədlər veriləndə həndəsizliklə ortadakı həddin kvadratı sağ solundakıların hasilinə bərabər olurdu. Ona görə mən ortada duran B N plus 11-in kvadratının yerinə Bn plus 10 ilə Bn plus 12-nin hasilini yaza bilərəm. Tamam, o zaman birinci və üçüncü hədlərin hasilinin yerinə bu ifadəni yazsaq. Onda belə olacaq misalımız. Bn plus 11-in kvadratı vurulsun. Buradakı Bn plus 11 bərabər 64 vurulsun. Səhv görmürəmsə 3 üstü 3n'dir. Burada aydın məsələ ki, Bn plus 11-in kubu yaranır. Bərabər olur 64 vur 3 üstü 3n. Növbəti mərhələdə artıq bilirik ki, 64 biz 4-ün kubu kimi göstərə bilərik. Yazıram ki, Bn plus 11-in kubu bərabərdir. O zaman bu şəkildə yaza bilərəm də 4 vur 3n'in üstündə bütöv kub. Yəqin ki, bunlar razılaşırsınız. Çünki 4-ün kubu 64'dür, 3n'in kubu da budur. O zaman belə çıxır ki, kubları atası olsam, n plus 1-ci hədd bizdə 4 vur 3 üstü n-ə bərabərdir. Təbii ki də bizdən tələb olunur, deməli B13. Neyniyərəm? Uyğun olaraq biz artıq ortadakı həddimizi tapmışıq və bizim B13-ü tapa bilməyimiz üçün gərək ki, n-ə mən 2 verim, düzdürmü? N bərabər 2 olduğu halda B13-ü tapmaq üçün 4 vur 3 üstü 2-ni hesablayaram. Yəni 4 vur 9 cavab olar 36. B. Baxırıq ikinci suala. Kvadrat 3 hədləsi həmişə mənfi olar. Burada kim yazıbsa bunu yanlış yazıb. Çünki diskriminant mənfi olduğu halda A da mənfidirsə həmişə mənfi qiymət alır. Həmişə müsbət qiymət alanda isə D mənfi A müsbət olurdu. Neyse. Bu ikisi də eyni anda ödənməlidir, yəni sistemdə yazılmalıdır. Əvvəla diskriminantın düsturu bilirik ki, B kvadrat çıx 4-əlsəydi, gəlin hesablayaq. Diskriminant bərabər B'miz budur. Yəni A çıx 2-nin mötərizə kvadratı çıxılsın 4 vur. A vur, S'mizi də burada görürük. Mənfi 2 tam %25. Bunu sıfırdan kiçik eləməliyik. O zaman bunu sadələşdirək əvvəla. Mən bunu belə yaza bilərəm. Baxın. Yazaram A kvadrat, birbaşa yazacağım, üstə gəl 5A plus 4 vaxtımız getməsin deyə. Burada köklərim olur mənfi 4, mənfi 1, düzdür. Və kiçikdir olduğuna görə A daxildir, mənfi 4 ilə mənfi 1-in aralığı alınır, düzdür. Kiçikdir olanda araları daxil. İndi bizə deyir ki, A sıfırdan kiçik olsun. Zaten bu aralıqda yazdığımız bu aralıq onsuz da A sıfırdan kiçikdir. Yəni çəkişdirməyə və s. ehtiyac yoxdur. Çünki A sıfırdan kiçikdir şərti onsuz da A-nın mənfi sonsuzluqdan sıfıra qədər olması deməkdir. Zaten bu iki nəticəni kəsişdirəndə biz bunu alacaq da onsuz da, düzdür. Ona görə də cavab elə olar A variantı. Siz məsələni oxumusunuz artıq, ona görə də burada çox danışmayacağım. Əvvəla burada bizə cəmi yolu 420 km verib və aydın məsələ ki, düzbucağının qarşı tərəfləri, yəni A, B ilə C də bir-birinə bərabər olmalıdır. Kənardan qeyd edirəm. Həmçinin BC-də bərabər olmalıdır AD-yə. Və indi məsələ nədən ibarətdir? Bizdə ümumi yol 420 km verilib. Əvvəla nisbətlərə görə 3-ün 4 olaraq nisbət verilib. Təbii ki, bura 3K-dırsa, bura 3K olur, 4K-dırsa 4K olur. Onların hamısını toplasaq, cəmi perimetr düsturuna görə perimetr bərabərdir. 2 vur A plus B düsturuna görə 2 vur 3x üstə gəl 4x. Bunu bərabərləsəm 120-yə, belə çıxır ki, 7x özür istəyirəm, 420 yazacaqdım. 7x bərabərdir 210. Buradan x alarıq 30. İndi x 30-dursa, ABCD-yə biz nə demişdik? 3K demişdik, düzdür. Ona görə olacaq 90. Amma AD ilə BC bunlar isə olacaq 120. Növbəti mərhələ isə bizə sürətlərdir. Deyir ki, sürət hər dəfə əvvəlkindən 12 km/saat çox olub. Məsələn, A-dan B-yə sürət V-dirsə, yanına yazıram. Burada artıq V plus 15-dir. Burada kim yazıbsa düz yazıb o şeyi. Növbəti mərhələdə artıq V plus 30. Növbəti mərhələdə V plus 45. Burada yazan adam kimdirsə düz yazıb. İndi məsələ nədən ibarətdir? Bizə nəsə vermişdi. Deyirdi ki, A-dan B-yə, B-dən C-yə 2 saata gedib. B-dən C-yə, baxıram ki, B-dən C-yə sürət budur.
Düzdür. Sürət v plus 15-dir. Əgər 2 saata gedibsə, gedilən yolu tapa bilərəm də, düzdür. Bilirəm ki, B-dən C-yə gedilən yol 120-dir. Onda S-i 120-dir. Sürəti v plus 15-dir. Zamanı da 2-dir. Buradan tapa bilərəm. V bərabər S bölü T düsturuna görə. Olacaq v plus 15 bərabərdir. 120-ni bölərəm 2-yə. Yəni v plus 15 əgər 60-dırsa, v-miz olur 45. V 45-dirsə, bizdən növbəti mərhələdə nə soruşur? D məntəqəsinə A-ya qədər. D-dən A-ya qədər aydın məsələ ki, artıq V plus 45 olduğu üçün sürətimiz, biz V-nin özünü də 45 tapdığımız üçün 45 ilə 45-in cəmi 90 eləyəcək, düzdür? Yəni sürəti 90-dır D-dən A-ya qədər. Amma bizə sürət soruşulmur, diqqətlə baxsınız. D-dən A-ya qədər nə vaxta qədər deyir çatıb. Yəni ki, mən T-ni tapmalıyım. T bərabərdir, S-i V-yə bölməklə tapılır, düzdür? D-dən A-ya qədər yol, bayaq yuxarıda dedik ki, 120 km, düzdür? 120-ni bölərəm sürətinə, yəni 90-a. Cavab eləyəcək burada 3-də 4 saat. Amma bizə saatla soruşmur. Bizə dəqiqələrlə verilib variantda. Ona görə 3-də 4 saatı dəqiqəyə çevirmək, yəni 60 dəqiqəyə vurmaq lazımdır. Çünki 1 saat 60 dəqiqədir. Bu da bizə 80 dəqiqə verəcək. Cavab olacaq D. Hüdudlanmış fiqurun sahəsini integral vasitəsilə tapırıq. İntegral. Bunun üçün bizə sərhədlər lazımdır. Sərhədləri necə tapırıq? Verilən funksiyalar bir-birinə bərabərləşdirməli. Yəni x kvadratını 8 çıx x kvadratına bərabərləşdirirəm. Buradan 2x kvadrat 8-dir, x kvadrat 4. X kvadrat 4 olanda sərhədlər 2 və mənfi 2 olacaq. Düzdür? Təbii ki, aşağıya kiçik, yuxarıya böyük sərhədi yazırıq. İndi funksiyaları bir-birindən çıxmaq lazımdır. Fərq yoxdur hansından hansını çıxırsınız. 8 çıx 2x kvadrat eləyir çıxanda. Onsuz da yekunda mənfi alınsa belə sahəni həmişə müsbət götürürük təbii ki, modulda olacaq yəni. İndi inteqralını əvvəlcə bunun hesablamaq lazımdır. Olacaq. Cüt funksiya olduğu üçün mən belə yaza bilərəm. 8 çıx 2x kvadrat dx. Növbəti mərhələdə inteqralını hesablayaq. Olacaq, deməli 2 vur. Əvvəla bunun inteqralını hesablasaq, olacaq 8x çıxılsın 2x kubu bölü 3. Sərhəd olaraq bir dəfə burada 2-ni, bir dəfə 0 qoyaram. Sonda 2-yə də vuracaq, unutmayaq təbii ki. Deməli, 2 qoysam, eləyir 16, çıxılsın 3-də 16 zaten. 0 qoyanda mənası yoxdur. Elə olur, cavab bu şəkildə. Olacaq 2 vur, 3-də 32. Bu da bizə verəcək 3-də 64. Yəni 21 tam 3-də 1. B variantı. Növbəti ikiyüzlü bucaq sualında tam oxuya bilməsəm də ikiyüzlü bucaqda deyir ki, müxtəlif üzərdə yerləşən A və B nöqtələri var. Tilə qədər məsafə AC ilə BC-dir. Daha sonra da deyir ki, AC, BC bir-birinə bərabərdir. Hətta AB-nin də bərabər olduğunu deyir. Ona görə belə çıxır ki, burada 3 tərəf də bir-birinə bərabər imiş və növbəti mərhələdə artıq hər üçü də bir-birinə bərabərdirsə, bu bərabər tərəfli üç bucaq deməkdir. Bir daxili bucaq olacaq 60 dərəcə. Oxuya bildiyim qədər BAC 2 vur, bucaq ACB deməkdir. Tamam. Sonra da bizə deyir ki, ABB də 5-ə bərabərdir. Əgər bu 5-dirsə. AC-ni 11 verib, soruşur bizdən deyəsən ABC 3 bucağının sahəsi. Ümid edirəm bu ABC-dir. İndi oxuya bildiyim qədər izah edəcəm. Məsələn, mən bura alfa desəm, ACB bucağına alfa desəm, şərtə görə BAC bucağı 2 alfa olmalıdır. Buraya yazaram 2 alfa. Və bizə demişdi ki, burada AB tərəfi BD-yə bərabərdir. Yəni, bərabər yanlı 3 bucaq yaranır burada. Onda burada 2 alfa olmalıdır. Yəni, ADB bucağı da 2 alfa olmalıdır. İndi baxsaq, biz buradakı 3 bucağa diqqətlə fikir verin. Xarici bucaq 2 alfadır. Bizə demişdik ki, 3 bucağın 2 daxili bucağın cəmi ona qarşı olmayan xariciyə bərabər. Demək, burada alfa olmalıdır ki, onların ikisinin cəmi mənə 2 alfanı versin. Düzdürmü? Onda belə çıxır ki, burada bu tərəf nə idisə ona bərabərdir. Yəni, bu 3 bucaq özü də bərabər yanındadır. Bizə vermişdi ki, A, B, B-dir, bunlar 5-dir. Onda burada 5-dir. Yəni, hamısı 3-ü də bunlar 3 tərəf də bir-birinə bərabər imiş. Hansı ki, AC-ni bütöv 11 vermişdi. Bura əgər 5-dirsə, onda AD-yə qalar 6. Həmçinin dediyim kimi bunlar da 5-dir. İndi biz sayı tapmaq üçün sadəcə hündürlüyü tapmalıyıq. 2-də 1 ağac düsturu lazım olacaq çünki. Baxın, AD bütöv 6-dır. Amma bu üç bucaq bərabər yanlı olduğuna görə təpədən endirilən hündürlük onun həm də medianını da deyə 6-nı 3 olaraq böləcək.
Məntiqlə burada yaranan üçbucağa, düzbucağın üçbucağa Pifaqor tətbiq eləsək, hündürlüyü 5, 3-dürsə, hündürlüyü 4 olacaq. Olacaq 2-də 1 vur. A demək oturacaqdır, yəni bütöv 11. Çünki ABC üçbucağının sahəsini soruşur bütöv. H-dakı dediyi ki 4 olur Pifaqora görə. Bunu hesablasaq cavab olacaq 22. Yenə də deyirəm, oxuya bildiyim qədər izah elədim. Ümid edirəm düz oxumuşam. Baxaq növbəti vektor sualına. ABC vektorları verilib, deyir bunu hesabla. Əvvəla nə etmək lazımdır? B ilə C-ni toplamaq lazımdır. Çünki birinci mötərizələrin içi hesablanır həmişə. Uyğun olaraq koordinatları toplayacağam. 2 ilə 1-i toplayaram, eləyəcək 3. 1 ilə 0-ı toplayacağam, eləyəcək 1. Və 1 ilə 3-ü toplayaram, eləyəcək 4. Növbəti mərhələsidir. A-dan çıx, həmin o tapdığım BC cəmini oxlarda qoymaq unutmuruq. Bu bizə nəyə verəcək? Bəs, deməli... A-dan çıxmalıyım. Yəni, -1, bu nədir? -1, 2. Düz oxudumsa əgər. -1-dən 3 çıxsam, -4. -1-dən 1 çıxsam, -2. Son olaraq 2-dən 4 çıxsam, yenə -2. Bu şəkildə bir cavab alınır, olur D. 124 dərəcəli bucağın təpə nöqtəsindən çıxan şua, onun dərəcə ölçülərinin fərqi 26 olan iki bucağa ayırıb. Şagird birini alfa deyib, birini alfa plus 26 düz eləyib. Böyük bucağın qiymətini istəyir. Heç nədə bunları toplayacaqsınız. Alfa plus 26 toplayarım, bərabər eləyərəm, verdiyi 124-ə. Olacaq ki, alfa bərabərdir. Deməli, necə? 98. Alfa da bərabər olacaq 98-in yarısı. Deməli, nə eləyəcək? 49. Bizdən nə istəyirdi? Böyük bucağın qiymətini istəyir. Yəni, alfa plus 26-nı istəyir. 49-un 26-nı toplayarım. Olacaq 75. Cavab olacaq C. Doğru. Qarşılıqlı sadə AVB natural ədədlər üçün əkop buymuş. Bilirik ki, qarşılıqlı sadə ədədlərin əkobu olan hasilidir. Yəni, AB hasili 126-dır. Və AB cəmi bizə verilib 23. Bizdən kvadratlar cəmi soruşulur. A kvadrat plus B kvadrat bərabər. Təbii ki, AB-nin mötərəzə kvadratı çıx 2AB düsturundan, köməkçi müxtəsər düsturundan istifadə edirik. Olacaq 23-ün kvadratı çıxılsın 2 vur 126. Sadəcə bunu hesablayırız. 23-ün kvadratı 529-dur. 252 çıxsam cavab verəcək 277. B variantı. Gəlin belə bir 10-cu suala baxırıq. Deməli, neyniyərəm? Əvvəla şəkil çəkmişəm. Mənə verib ki, bura 60 dərəcədir. Düzdürmü? Hündürlüyü endirsəm, S hündürlüyü, SH hündürlüyü. İndi burada bura 60 dərəcə desəm, bizə vermişdi sağını 8. Bura 8-dir. Aydın məsələdir ki, onda hündürlüyümüz olacaq 4 kökdə 3. Çünki 60-ın qarşısında. 30-un qarşısında 4 duracaq, 60-ın qarşısında deməli 4 kökdə 3. İndi aydın məsələ ki, bura radiusdur. Radius olacaq 4. Bəs nə radiusu? Təbii ki, xaricdən seçilən. Bax, bu oturacağın xaricdən seçilən radius. Yəni, böyük yerimiz olur 4. İndi nə gözəl, böyük yer 4-dür. Bundan istifadə eləyərək mən nəyi tapa bilərəm? Düzbucaq, üçbucaqla bağlı məlumatları tapa bilərəm. Çünki bilirəm ki, böyük yer normalda hipotenuzun yarısı olurdu və o əgər 4-ə bərabərsə, demək ki, hipotenuz 8 imiş. Hipotenuz 8 imişsə oturacaqdan söhbət gedir. Bizə deyirdi ki, oturacaq bərabər yanı düzbucaq, üçbucaq. O üçbucaq üçün kənarda da çəkək. Yəni ki, belə bir məsələ. Əgər bizim hipotenuzumuz 8-dirsə, yəni C-ni 8 aldıq da, düzdür. Onda kökdə 2 dəfə az, yəni 4 kökdə 2 olmalıdır katetlər. Bizdən isə soruşurdu 3 bucağı olarsa onun həcmini tapın. Piramidanın həcmini hesablamaq lazımdır. Piramidanın həcmi V bərabərdir 3-də 1, S oturacaq, vur H düsturuna hesablanır. Deməli, biz 3-də 1-i yazırıq. Oturacağın sayəsini necə hesablayaram? Əlbəttə ki, katetlərin hansının yarısı ilə hesablayaram. Yəni, yazıram S oturacaq bərabərdir 4 kökdə 2, vur 4 kökdə 2 böl 2. Bu da bizə verəcək kökdə 2-lərlə 2-lər getsə elə 16-nı. Olacaq 3-də 1 vur 16. Hündürlüyü isə 4 kökdə 3-dür. Piramidanın hündürlüyü yəni. Və bunları hesablayası olsaq 64 kökdə 3 böl 3 verəcək bizə. Elə bir cavab A variantı. 11-ci suala baxırıq. Deməli, burada P plus 3x görürəm. Yəni, çevirmə düsturu tətbiq edəcəm. Bilirəm ki, P-nin üzərinə gələndə 3-cü rübə düşür və ad dəyişmir. 3-cü rübə düşdüyü üçün təbii ki, işarəcə mənfi olacaq. Olacaq 2 vur. Ad dəyişmir, cos 3x qalır, amma qarşısına 3-cü rübə düşdüyü üçün mənfi atdım. Uzun sözün qısası mənfi 2 bu şəkildə yazıram. Bərabərdir. Bərabərliyin sağ tərəfində də kosinus 3x görürəm zaten. İndi aydın məsələdir ki, burada 3 kosinus
3x bərabər 0 tənliyi alınır. Yəni kosinus 3x bərabər 0 tənliyi. Bu da xüsusi halda 3x bərabər olur. Deməli, kosinus 0 alır pi bölü 2 plus pi k-dır. Amma bizə x sözü lazımdır. Hər tərəfi 3-ə bölsəm. Pi bölü 6 üstə gəl. Pi k bölü 3. Olurdu. Doğru yazıb yazan tələbə. Burada 12-ci sualda loqaritmik funksiyalar verilib. Bilirik ki, loqaritmik ifadələr həmişə 0-dan böyük olmalıdır. X çıx 2-ni 0-dan böyük götürsəm x böyüdür 2. Bir də 8 çıx x-i böyük 0 götürsəm x alaram 8-dən kiçik. Uzun sözün qısası x mütləq 2 ilə 8 arasına daxil olmalıdır. Bizə deyir ki, bu aralıqda təyin oblasına yəni daxil olan tam ədəd çoxluğunun bütün 3 elementli açıq olan sayını tapın. Bu ümumiyyətlə nə deməkdir? X daxildir. 3, 4, 5, 6 və 7 demək. Burada olur 5 dənə element. 5 elementli bir çoxluqdur. Mənə də deyir ki, A çox olan sayını tap. Amma 3 elementli A çoxluq. Ona görə kombinezon 5-dən 3 hesablayarım. Yəni cəmi 5 dənə elementim var, amma onlardan 3 dənə elementli olan çoxluqlar quracam. Məsələn, 3, 4, 5, 5, 6, 7 və yaxud da 4, 6, 7 və s. müxtəlif şeylər qurmaq olar. İndi onların ümumi sayını kombinezonla hesablayırdıq həmişə. Bunu da necə yazaram? Elə hesablasaq 5 faktorial bölünsün 3 faktorial vur 2 faktorial. Bu bizə verəcək elə 10. Cavab olur A variantı doğrudur. Təbii ki, gülməli sual. Kəsişmə soruşur. Hər birisində ortaq olan 8-dən 9-dur. Mənim şagirdlərim bu tip sualları görüblər. Funksiyanın qiymətlər çoxluğu soruşulur. Əvvəla bunun üçün kosinusla başlamalıyıq. Kosinus bilirəm ki, -1 ilə müsbət 1 aralığında yerləşir. Ona görə bir dəfə -1, bir dəfə müsbət 1 qoyub qiymətə baxaram. Demək, kosinusun yerinə -1 qoyanda 4/1-in üstündə -1 olacaq. Hansı ki, bu da 1 bölü 4/1, yəni ki, 4 deməkdir. Bir dəfə isə 4/1-in üstündə müsbət 1 qoyuram. O da elə mənə müsbət 4/1 verir. Yəni 4/1, 1. İndi bu məsələ nədən ibarətdir? 4/1 ilə 4 aralığında qiymət aldığı üçün cavab olar Y variantı. Yazan şagird yanlış yazıb. Trapesiya sualında AK, BK-nın tən bölən olduğu bildirilir. Bura alfadırsa, bura alfadır. Bura betadırsa, burada betadır yazıb, düz yazıb. Onda belə çıxır ki, bura alfadırsa, burada alfa olmalıdır. Çünki daxil çarpaz bucaqlardır. Eyni məntiqlə bura betadırsa, burada betadır. Burada ən rahatı nədir? Ümumi DS'ni 7 verib. Amma mən misal üçün bu 7-ni necə parçalayım? Bura x desəm, bura 7 minus x deyə bilərəm, düzdür. Onda bərabər yanlış bucaq yarandığı üçün burada x deyərəm. Eyni məntiqlə bura 7 minus x demişəmsə, burada 7 minus x deyə bilərəm. Daha sonra nə baş verəcək? Oturacağımızı da AB oturacağımızı 12 vermişdi. Bizdən bütöv perimetri soruşur. Perimetr oturacaqların və yan tərəflərin cəmidir. Oturacağın biri 7-dir, biri 12. Yan tərəfini isə birini x aldım, birini 7 minus x aldım. Bunları toplayanda x-lər islah gələcək. Olacaq, deməli, 7, 12 və 7-nin cəmi. O da bizə 14 plus 12, yəni 26-nı verər. Cavab C. Bu şagirdin yazdığı kimi bir tərəfi x, bir tərəfi y deyib, o cürdə tapmaq olar təbii ki. Mən burada əvəz etmə eləmək istəyirəm. X-in yerinə 16 çıx 10y yazmaq istəyirəm. Bu əvəz etməni gətirib birinci tənlikdə x-də nəzərə alacağım. 5 vur 16 çıx 10y çıx 21y bərabər 9. Buradan 80 çıx 71y bərabər 9 alaram. Yəni ki, 71y elə 71-ə bərabər olacaq. Y-i 1 almış olacağım. İndi əvəz etmə bu idi. Əgər y 1-dirsə, x olacaq 16 çıx 10, yəni 6. X-i y tapdıq, bizdən onların nisbətini istəyir. 6-nın 1-ə nisbəti olur 6. Bu tip sualları başa düşmək üçün nə etmək lazımdır? Deyir, funksiyanın təyin oblasını. Arcsim funksiyasının təyin oblası təbii ki də sinusun qiymətlər çoxluğu ilə ekvivalentdir. Yəni, burada gördüyün ifadə -1, 1 aralığında olmalıydı. Onda yazaram 5 çıxılsın, həmin o ifadəni yazıram. Bu yerləşməli idi -1 ilə 1 aralığında. Düzdür. İndi hər tərəfin üstünə, hər tərəfdən daha doğrusu 5 çıxaq. Onda bu ifadə olacaq -6 ilə -4 aralığında. Daha sonra mənfilər tullayaq. O zaman təbii ki, bunların yerlərini dəyişdirib bu şəkildə yazacaq -1-ə vuranda. Çünki 6-dan böyük 4-dən kiçik deyə bilmirəm də, ona görə yerlərini dəyişdirirəm. Hər tərəfi neyniyək? Kvadrata yüksəldək. X çıx 2, 36 və 16 arasında yerləşəcək. Hər tərəfdən -2 çıxsaq, yəni hər tərəfin üzərində 2 əlavə eləsək, o zaman 18, 38 alarıq. Bir məsələ var ki, biz mütləq şəkildə kökün altında böyük bərabər
0 götürməliyik. Yəni bizim x-imiz mütləq ki 2-dən böyük olmalıdır. Zaten aldığımız bu cavab 2-dən böyükləri əhatə edir. Ona görə də kökün altını yoxlasaq belə bir yeni cavab olmadı, yenilik olmadı. Bizə deyir ki, daxil olan ən kiçik və ən böyük. Təbii ki də 18 ən kiçikdir, 38 ən böyükdür. Çünki özləri də daxildir axı ona görə. Yəni heç nə 18-18-i toplayacaqsınız, cavab olacaq 56 Y variantı. Sonra da oturub bağlayırsınız ki, imtahanda suallar çətin idi. Bax, bu tip suallar belə səhv yazan şagirdlər olur. Deyir ki, biri digərinin 80%-ni təşkil eləyir. 2 ardıcıl cüt ədəddir. Kvadratlar fərqinin modunu tap. Əvvəla məsələn kiçik ədəd x götürürəm, böyük ədəd y götürürəm. Bu zaman x bərabər 0.8 y yaza bilərəm. Daha sonra deyir ki, 2 ardıcıl cüt ədəd. 2 ardıcıl cüt ədəd həmişə nə olmalıdır? Təbii ki, fərqləri bizə 2-ni verməlidir. Onda y-in yerinə x plus 2 yaza bilərəm. Düzdür. Çünki mən kiçik x demişdim də başlayanda. Heç nə, bunları əvəz etmə, yerinə qoyma, nə edirsiniz eləyin. Yazaram ki, x bərabərdir 0.8 vur. Y-in yerinə x plus 2 yazıram. Ürəyiniz istəyən kimi əvəzləyə bilərsiniz. Mən yazdığım kimi yazmaq zorunda deyilsiniz. X çıx 0.8 x bərabər 1.6 eləyəcək. Buradan x-i hesablasaz 8, yox 8 çıxmayacaq. Bir saniyə. Hədə 8 çıxacaq. X 8 olacaq. Bizdən nəyi soruşurdu? Kvadrat. Demək, x8 isə y əvəz etməyə görə olacaq 10. Onların kvadratlar fərqinin modulunu tapmaq lazımdır. Yəni, 8-in kvadratını 10 kvadratını çıxırıq. Amma modul dediyi üçün, yəni alınan cavabı müsbət götürürük də. O da 100-dən 64 çıxmaq deməkdir. Cavab eləyəcək 36. C. Növbəti suala baxırıq. Çətin suala oxşamır. Əvvəla, burada 2 vur. Burada bu hissədə yaza bilməyəcəm deyəsən, highlighter var üstündə. Kənarda yazmayıb yox. Yazılan yazılar görünməsin deyə eləmişdim əslində. Deyib yox, gəlin siləyim. Bir təhər yazacağım. Baxmağa çalışın, başa düşməyə çalışın. PDF pis gündən. Deməli, neyiniyək? Bu kökün altındakı ifadə mənə nəyi verir? Kök altında A çıx, kök altında B-nin kvadrat. Olur 2 vur kök altında. Kökdə A çıx, kökdə B-nin mötərizə kvadrat. Bölünsün kök altında. Kökdə A plus kökdə B-nin kvadrat. Üstə gəl. Kök altında A səpləmirəmsə belədir. Kökdə A plus kökdə B-dir. Burada isə 4 kökdə B-dir. Tamam. O zaman neyniyərəm? Aydın məsələdir ki, kök kvadratı açsam, baxın bu bir-birini aparsa, bunlar gələcək zaten. Belə bir fayda qalacaq. Növbəti mərhələdə hər birisi məxrəci eynidir deyəm. Zaten bir məxrəcdə kökdə A plus kökdə B məxrəcində yaza bilərəm. O zaman təbii ki, bunları toplayası olsaq, mənə verəcək vurub açıram 2 kökdə A üstə çıxılsın 2 kökdə B. Üstə gəl 4 kökdə B. Sadələşdirəsi olsam 2 kökdə A, 2 kökdə B. Məxrəcdə isə kökdə A plus kökdə B-ni verəcək. Hansı ki, burada sürətdə 2-ni mötərizə xaricinə çıxarsaq və ixtisar eləsək cavab ilə birbaşa 2 qalmış olacaq. Baxırıq növbəti suallara. Sualı oxuya bildiyim qədər. Deyəsən, x üstə gəl, y-nin üstündə açıq x-dir. Digər şagirdlərin atdığı vərəqlərə də baxdım, elə görə bildim. Funksiya x üstə gəl, y-nin üstündə açıq x. Yenə deyirəm, dəqiq oxuya bilməm, çünki şagirdlər atdıqları materialda da bərbad vəziyyətdədir. Deməli, nə deyir mənə? Funksiyasının ən kiçik qiyməti 4-ə bərabər. Bir funksiya ən kiçik ən böyük qiymətinin məlumatı olması üçün təbii ki, törəməsi yaranmalıdır və həmin törəmə 0 olmalı. Törəməni taparam, 0-a bərabər eləyərəm. Törəmə nə olacaq? Olacaq 1 çıx, y-nin üstündə a çıx x və burada bir şey unutmayaq. Əslində siz bir də əlavə olaraq nə etməlisiniz? Burada birbaşa yazdım, amma yenə də hardan gəldiyini deyim. 1 plus y üstündə yazmıram. Niyə görə minus yazıram birbaşa? Çünki burada x-in qarşısında mənfi var. Yəni, qüvvətin törəməsinə vurmalısın, mürəkkəb funksiya kimi. Bunun törəməsinə mənfi 1 eləyir. Ona görə bu ifadənin törəməsini tapıb, təkrar mənfi 1-ə vurursan. Ortada artıq işarə dəyişir. Bunu 0-a bərabərləndə alacağım ki, y üstündə a çıx x 1-ə bərabərdir. Təbii ki, y-nin üstündə nə 1 eləyər? Əlbəttə ki, y-nin üstündə 0. Yəni, a çıx x-i 0-a bərabər eləyib, x-i alıram ki, a-ya bərabərdir. İndi söhbət nədir? Deyir, funksiya ən kiçik qiyməti 4-dür. İndi bizdə ən kiçik qiyməti hesablamalıyıq. Funksiyada x-in yerinə artıq götürüb a-nı yazsam, mən ən kiçik qiyməti tapa bilərəm. Yəni, götürəm funksiyanı, y bərabər. X-in yerinə a qoyuram. A üstə gəl. Y-nin üstündə a çıx a. Bu bizə verəcək a üstündə y üstü 0. Yəni, a üstə gəl, y üstü 0-da 1-də cavab olur a plus 1.
İndi bunu bərabər eləməliyəm 4-ə. Özü mənə verib ki, ən kiçik qiymət 4-dür. Buradan A-nı da alaram 3. Əslində o qədər çətin deyil, amma bir çoxlarının bəlkə də ilk dəfə gördüyü sual tiplərindəndir. Amma təbii ki də sən əvvəlcə x-i tapırsan, bu tapdığın x elə bil ki m rol oynayır da. Amma səndən onu soruşmur axı. Biz demişdik ki, m parametrin hansı qiymətində deyirsə ki, əgər ən kiçik qiymət 4-ə bərabərdir, ən kiçik qiyməti sən faktik olaraq özü verib. Sən gedib oradan yəni A-nı tapmalısan. X bərabər A verib, amma bunun qiymətini bilmirik. Bizdən A-nı sorur. Ona görə gedirik, yola çıxırıq, funksiyanın özündə tapdığım qiyməti yerinə qoyanda o mənə n-nı verirdi. Yəni tapdığım m-i funksiyada yerinə qoyanda mənə n verir. Bu məntiqlə. Gəlin yazaq bu sualı. Kök altında loqaritma 2 əsasdan x çıxılsın. Bunu necə yazaq? Gəlin hasili toplamaya çevirək. Loqaritma 2 əsasdan 8 üstə gəl loqaritma 2 əsasdan x. Bu şəkildə yazsam, mənfini açası olsam birbaşa belə çıxma yaranacaq, düzdür? Plus 5 bərabər 0. Bunu eləməkdə məqsəd nədir? Loqaritma 2 əsasdan 8-in yerinə silib 3 yazıram. Onda yaza bilərəm də kök altında loqaritma 2 əsasdan x çıxılsın loqaritma 2 əsasdan x mənfi 3 plus 5, bu da bizə verəcək 2. İndi burada mən kök altında kənardan qeyd edirəm. Loqaritma 2 əsasdan x-ə bir dənə t deyirəm. Onda olacaq mənfi t kvadrat plus t plus 2 bərabər 0. Düzdür, çünki qarşısında mənfi var. Və bundan sonraki mərhələdə kökləri tapmalıyıq. Köklər mənfi 1 və 2 edir. T1, T2 olur mənfi 1 və 2. Və aydın məsələ ki, kök altı bir şey necə mənfi olsun. Ona görə də elə kök altında log 2 əsasdan x-i mən 2-yə bərabər edəm. Yəni bu kənar kök olur. Hər tərəfi kvadrata yüksəltsəm olacaq bərabər 4-ə. X bərabər olacaq 2 üstü 4, yəni ki 16. Çətin bir şey deyildi. Asandır. Baxaq bu suala. Z üstü xət. Z üstü xət onun qoşması deməkdir. Z-i belə veribsə, onun qoşması gəlir buradan yazılır. Z üstü xətin qoşması oradakı işarənin dəyişəndə olur. Onda Z ilə Z-in qoşması, yəni bax bununla bunun hasilini yazanda birim mənfi, birim müsbətdir də oradakı işarə. Kvadratlar fərqli düsturunu verir. Aydın məsələ ki, kvadratlar fərqli olduğunu hardan bildim? Gördüm kvadratım olur 4-də 49, üstə gəl 4-də 1, daha doğrusu çıxılsın 4-də 1 i kvadrat eləyir. Sadəcə i kvadrat mənfi 1 olduğu üçün burada dəysən olacaq 4-də 49 plus 4-də 1. Yəni bu bizə verər 4-də 50-nin cavabı da olar 12 tam 2-də 1 yəni. Baxırıq 23-cü suala. Funksiyasının qrafiki verilib. Qrafik əsasən MNK istəyir. Burada bizim işlərimiz burada gördüyünüz qırıq-qırıq xəttlərləndir. Deməli şaqili olan və üfüqi olan. Deməli indi məsələ nədən ibarətdir? 0, 4, 8. Fikir versəz bu qırıq-qırıq xəttlər olan hissə artıq 0-dan 4-ün ortasıdır. Demək bura 2-dir. Sonra bu birisi tam 4-ün üzərindən keçib. Tamam. Belə çıxır ki, bizim m-imiz, yəni şaquli asimptot bizə verər 2-ni. Digər n isə bizə verər 4-dür. Düzdür. Sonra yaxınlaşıb ala bilmədiyi qiymətlərdir də asimptot. Hansı ki, hiperbolanın qrafikində yaxınlaşıb ala bilmədiyi. Məsəl üçün, ən sadə deyək ki, y bərabər k bölü x-dir də, düzdür. Birinci rüb versiyasını göstərirəm. Baxın, bu absis toxuna yaxınlaşır. Burada da bu oradan toxuna yaxınlaşır. Amma heç vaxt toxunmur. Ona görə onlar asimptotlar sayılır. İndi bunların yerinə qoyaq. Y bərabərdir k böl x çıx 2 üstə gəl 4 bu şəkildə. Artıq əməni bildi, bir dənə k-nı tapmalıyım. İndi burada nə edəyərəm? Baxım görüm nə edəyim. Nöqtələr verib burada. 4 verəndə deyir 8 olur. Belə bir şey var. 4 verəndə 8 olur. Bu nöqtə, bu qara nöqtə mənə lazım ola bilər. Bir də 6 verəndə də 6 olur. Belə bir şey var. 4 verəndə 8 olur, yoxlayacaq, kifayətdir. Nə edəyək? X-ə 4 verək. Y-də 8 olsun. Görək ödəyir. Necə ödəyir? Olacaq 8 bərabərdir. K böl. X-in yerinə 4 qoysam. Onda k bölünsün 4 çıx 2, yəni k böl 2 bərabər olmalı 4-ə. K da olacaq buradan 8. K da 8-dir. M-dəki 2, 4 tapdıq. 3-ünün cəmini istəyir. Yəni 2, 4 və 8-in cəmi cavab olar 14. Baxaq 24-cü suala. Maraqlı limit sualına oxşuyur. Deyir ki, bərabər 0. Limit burada səhvimizdə sonsuzluqda. 0 limit sonsuzluğa yaxınlaşanda deyirik ən böyük qüvvətə bölürük sürətdə, məxrəcdə. Məsələn,
bu standart halda baxanda görürəm ki, ən böyük qüvvət x kubudur. Burada isə x kvadrat. Fərz eləsək ki, bu mövcuddur, sıfırdan fərqlidir bu əmsal, yəni x kubu mövcuddur. Onda x kubuna böləndə hər tərəfi məxrəci axı x kubuna böləndə yoxdur məxrəcdə x kubu, məxrəc 0 eləyərdi. Sürətdə qalardı bu, məxrəcdə isə qalardı 0. Bu da 0-a bölmə olmadığı üçün bunun cavabı sonsuzluq verərdi bizə, yəni 0 verməzdi. Və yaxud da məsələn desək ki, bu 0-a getdi. Tutaq ki, bu ən böyük qüvvətimiz deyil, ən böyük qüvvətimiz x kvadratdır. Burada da x kvadrat var, burada da x kvadrat var, düzdür? Bunun axı əmsalı 1-dir. Burada isə belə bir ifadə. Demək, bu ifadə 0-a bərabər olmalıdır. Onda nə qənaətə gəldik? Belə qənaətə gəldik ki, bizdə bu əmsalın, yəni sürətdəki x kvadratın əmsalını, bu mötərəzənin, məxrəcdəki x kvadratın əmsalını, yəni 1-ə nisbəti bizə 0 verməlidir. Yəni yazaram a kvadrat çıx 2a çıx 3 böl 1 0 olmalıdır. Yəni uzun sözün qısası bu ifadə 0 olmalıdır. Bunu da 0-a göndərməyimizi bildik də. Niyə? Çünki ən böyük qüvvəti gərək 0-a getsin ki, ikinci ondan sonra növbəti gələn ən böyük dərəcə bu da o olsun da. Çünki x kubu qalası olsa, axı məxrəcdə x kubu yoxdur. Gərək məxrəci 0 götürərdim. O da təbii ki, bizə 0-ı verməyəcəkdi son olaraq. Məxrəc 0 olanda cavab sonsuzluq çıxar, 0 yox. Hə, ona görə a çıx 3a da 0 olmalı. İndi heç nə, bunları sistemdə həll eləsəm, tərəf-tərəfə niyə çıxaqmı? Çıxsam. Olacaq. Nə iş görək? Ya da belə kökləri həll eləyib tapaq. Bir-birinə bərabərləşdirə də bilərik. Bu arada çocuklar fərqi yoxdur. Kökləri tapaq. Məsələn, A1, A2. Birincidə eləyir 0, yox. İkincidə eləyir 0 böl. Birincidə eləyir 1 və 3, mənfi 1 və 3, düzdür? Bu birisində isə eləyir A3, A4 yazıram artıq. 0 ilə 3, düzdür? İndi bizə nə lazımdır? Bunların ortağını götürmək. Hər ikisində olan 3-dür də. Ona görə 3-ü götürəcəm təbii ki. A-nın hansı qiymətində? 3 qiymətində. 25-ci sual belə bir üçbucaq sual. Deyir ki, BDS və BSD. Bu iki göy bucağın cəmi 150. Onda 3-cü aydın məsələdir ki, 30 qalar. Və soruşur BAS ilə ASB-nin cəmini. Yəni, bu bütövün cəmini. Məntiqlə düşünsək, bütöv üç bucağa baxsaq, bu qırmızı bucaqların cəmi bizə verməlidir elə B bucağını. B bucağında az öncə 30 dərəcə tapmışıq. Ona görə neyniyərəm? O soruşduğu bu cəm var, bərabərdir. 180 çıx 30 olar. Yəni ki, 150 olmuş olar. Rahat sualdır. Baxırıq 26-cı suala. Ox kəsiyinin diaqonalı 18-ə bərabər olan, hündürlüyü 9 olan silindirdən söhbət gedir. Nə gözəl çəkmişəm. Deməli, əslində şəkil hazırdır, yenə də çəkim. Deməli, ox kəsiyi nə deməkdir? Ox kəsiyi siz silindiri tənotdan böləndə orada yaranan düzbucaqlıdır. Bu düzbucaqlının diaqonalı, yəni bu 18-ə bərabərdir, hündürlüyü isə 9-dur. Əgər hipotenuz katetin birindən 2 dəfə böyüdürsə, demək ki, həmin katet 30 dərəcə qarşısında durmuş. Bizə deyir ki, silindirin doğuranı ilə ox kəsiyinin diaqonalı arasındakı. Ox kəsiyinin diaqonalı budur. Doğuran deyəndə də bunu nəzərdə tutur. Yan tərəfini yəni. Deyir, onların arasında qalan bucağın dərəcə ölçüsünü tap. Aydın məsələ ki, bura 30-dursa, burada 60 olacaq. Yəni, bu sualın cavabı 30 yox, 60 dərəcə olur. Bu tip suallardan da sizlə 50 dəfə danışmışıq. Topluda da buna bənzər var, amma topluda çox az yer ayırıblar. Əlavə testlərdə həmişə sizə işlətmişəm. Yəni, şagirdlərimdən söhbət gedir. Baxın, hamısında ən kiçik qiymətdir. Çünki bu tip ifadə ən böyük qiymətini tapmaq mümkün deyil. Başlayıram birincidə. Mən belə bir asan qayda demişdim. Demişdim ki, cüt dərəcə toplama. Bu qorxulu məqamdır. Yəni, belə olan halda x-a 0 vermək lazımdır. Amma qalan bütün hallarda mötərizəni bütün sıfıra toplaya bilərsən. Məsələn, burada çıxmalar var, düzdür? Toplaya bilərsən rahatlıqla. Onlar gedir sıfıra. Burada qalan qiymət 2-dir. Olur ən kiçik qiymət 2. Yəni 1-ə S getdi. Daha sonra burada çıxma var, düzdür? Getdi. Toplama var və cüt dərəcədir. Söhbət dəyişənin üstündən gedir, düzdür? Bu ona görə qorxulu məqamdır. Belə olan halda x-a 0 verirsiniz. Bizim misalda indi y-dir. Ola bilər. Z olur, y oldu, a oldu, b oldu. Fərq yoxdur. Əsas onu dəyişən 0 ver. İndi burada bunun yerinə y-in yerinə yəni 0 qoysam, 0-ın kvadratı 0-dır, olur 5. Burada 5 qalıb. Üstündə də kvadrat var. Yəni 5-in kvadratı plus qıraqdakı 2-ni unutmuruq. Eləyir 25 plus 2, yəni 27. Ən kiçik qiymət 27-dir, yəni B. Burada da baxın cüt dərəcə toplama var. Burada da cüt dərəcə toplama var. Yəni hər ikisi qorxulu məqamdır. Ona görə dəyişənlərin yerinə 0 qoyaram, bunların yerinə 0 qoyacam. Olacaq 4-ün kvadratı üstə gəlir. Yəqin ki, bu toplamadır.
5'in kvadratı və üstəgəl 2. Bu da bizə verəcək nəyi? 16 ilə 25'i toplayıb üstünə 2 gələcəm. Nə eləyəcək? Ən kiçik qiymət 43 eləyir də, düzdür? Bu oldu 43A variantı. Bir də görək başqa nələr qaldı. Bu D-yə baxaq görək bunlar hansına aiddir. Deyir ən kiçik qiymətini x plus minus 2 və yaxud da y bərabər 0 olduqda alır. Bu gedəcək bizdə bura. Niyə görə? Çünki həqiqətən də mən bunu 0-a bərabərlədim. X kvadrat çıxı 4 nə zaman 0 olar? X-in plus minus 2 qiymətində. Həmçinin burada da nə eləmişdim? Y-ə 0 qoymuşdum, düzdür də. Yəni o uyğundur. Burada həmçinin y bura qədər gedər. Niyə? Çünki biz burada y-ə 0 vermişdik. X-ə də 0 vermişdik hər ikisinə. Təbii ki, ona görə y variantı da 3-cüyə gedir. Baxırıq açıq suallara. 28-ci suala. Hündürlüyü 20 metr olan silindir formalı qab. Deməli, qabın hündürlüyünü 20 cm-lə işarə edirəm. Daha sonra deyir ki, indi özünüz oxumuşsunuz hər halda. Deyir, yarıya qədər may ilə dolub. Ona görə mayının hündürlüyünə də yazıram 10 cm. Buradan da yazıram qabandan. Bu qabın hündürlüyüdür. Bu isə mayenin hündürlüyüdür. Tamam. Sonra bizə nə deyirdi? Çubuğu var orada. Çubuğun deməli deyirdi ki, nəsə deyirdi orada. Deyirdi, çubuğun bir ucu alt oturacaq çevrəsi üzərindədir. Digər ucu isə qabın yan divarı üzərində olmaqla üst oturacaqdan 4 cm məsafədə yerləşir. Nə edərəm? Əgər həmin çubuq buradan 4 məsafədə yerləşdirilibsə, ümumi hündürlüyümüz də 20 idi axı. Onda bu hissəyə qalacaq. Təbii ki, bütöv 16. Burada yarıya qədər 10-dursa, burada düşər 6. Yazan adam onu düz yazıb. Daha sonra bizə nə istəyirdi? Deyir, çubuğun maye daxilində qalan hissəsi. Yəni, çubuq buradan bu tərəfə maye hissəsini. Yəni, bizə bundan bəhs edir. Qalan hissəsinin uzunluğunu tapın. Yəni, biz çubuğun ümumi uzunluğunu, bunun bu tərəfindən nisbətini bilməliyik də bunun üçün. Onda biz belə bir mütənasiblik yaza bilərik əslində. Yəni, mayenin, belə deyək, və çubuğun, belə deyək, hündürlüklərinə uzunluqlar arasında mütənasiblik qura bilərik də. Aydın məsələ ki, hündürlüyünə öz uzunluğu düz mütənasib olacaq. Çünki burada oxşar iki düzbucaq, üçbucaq yaranır. Oxşarlığa görə bu şəkildə. Bizdən elə bu hissəni soruşur da. Bura 6-dır, bura 10-dur. Ümumidə 20-dir də. Belə nisbət qura bilərəm. Yazaram ki, soruşduğu şey bir dənə x deyək. Yazacağım ki, x-in 20-yə nisbəti bərabərdir. 10-un 16-ya nisbəti. Bu da bizə verəcək x bərabərdir. Demək, 20 vur 10 bölünsün 16. Bu da 200 böl 16. 100-ü 8-ə bölmək 12,5 eləyər də. Belə. 29-cu suala baxaq. Deməli, 10 nöqtə yerləşdirilib, tamam. İndi bu 10 nöqtələrin hansı rübdə yerləşdiyinə baxaq. Birinci rübdə 4 dənə nöqtə var. Bir saniyə qələmi götürüm. 4 dənə nöqtə var. İkinci rübdə 2 nöqtə var. Üçüncü rübdə 3 nöqtə var. Dördüncü rübdə isə 1 nöqtə var. Cəmi eləyir 10. Tamam. İndi bizə deyir ki, nə deyir? Deyir ki, təpələri bu nöqtələrdə olan bütün mümkün üçbucaqlardan biri təsadüfən seçilib. Həmin üçbucağın hər üç təpəsinin müxtəlif rüblərdə yerləşmə ehtimalını tap. Bunun üçün əvvəla mümkün, sonra da əlverişli halları tapmalıyıq. Mümkün hallara baxıram, yəni P bərabərdir. Məxrəcə baxıram əvvəlcə. Məxrəc olacaq kombinezon 10-dan 3. Niyə? Çünki cəmi 10 nöqtə var və 10 nöqtədən 3 lazımdır da mən üçbucaq qurmaq üçün. Yəni bu hələ ki çətin bir şey deyil. Gedirik əlverişli hallara baxmağa. Əlverişli hallar ayrı-ayrı hesablanacaq hər rüb üçün və yekun olaraq onları toplayarıq da. Çünki 4 dənə rübümüz var. Necə eləyərik? Baxaq. Məsələn, tutaq ki, belə deyək, müxtəlif versiyalar var da. Deyir ki, hər üç təpəsini müxtəlif rübdə yerləşsin. Yəni, bu 1, 2, 3, 4 var ha. Bunlardan hər dəfə bir rübü götürməyəcəm. Məsələn, tutaq ki, 1, 2, 3-ü götürəcəm, 4-ü götürməyəcəm. Və yaxud da 1, 2, 3, 4-dən 3-ü götürməyəcəm. Və yaxud da 1, 2, 3, 4-dən 2-ni götürməyəcəm. Və yaxud da 1, 2, 3, 4-dən elə 1-i götürməyəcəm. Düzdür? 4 dənə versiya var. Hər birisi üçün hesablayıram. Təbii ki, necə yazacağım? Məsələn, 4-cü rübü götürməzdən 1, 2 və 3-cü rüblərdən yalnız seçərəmsə,
1, 2, 3-cü rüblərdə olanları bir-birinə vuraram. Yəni 4, 2 və 3-ü bir-birinə vuraram. 4, 2, 3-ü bir-birinə vuranda eləyəcək 24. Sonra əgər 3-ü götürməsəm, geriyə qalan 1, 2 və 4-cü rübləri bir-birinə vursam, 4, 2 və 1-i bir-birinə vurmuş olam. 4, 2 və 1. Bu eləyər 8. Növbəti, əgər ikinci rübü götürməsəm, o zaman 4, 3, 1-i vurmalıyam bir-birinə. 12 eləyəcək. Son olaraq, əgər birinci rübü götürməsəm, yəni buranı götürməsəm, 2, 3 və 1-i bir-birinə vursam, eləyəcək 6. İndi məsələ nədir? Bunların hamısını toplasam, yekun olaraq bizə verəcək 24, 8, 50 eləyir, düzdürmü? 50 elədir. Belə çıxır ki, bizim əlverişlamız da 50-dir. Sürətə də yazaram 50. İndi gedirəm bunu hesablama. Kombinezon 10-dan 3, 10 faktorial bölünsün, 7 faktorial vursun, 3 faktorial demək. 3 faktorial 6 eləyir. 10 faktorialı da 7 faktorial vur, 8, 9, 10 kimi yazsam, bunlar ixtisar getsə. Onda olacaq nə? 50 vur, 6 qalxacaq yuxarı, 8, 9, 10 da aşağıda qalacaq. 10-la bunu ixtisar eləsəm 5 qalsa, deməli aşağıda eləyəcək, nə elədi? 5 ilə 6 qaldı yuxarıda, aşağıda da 8 ilə 9. Deməli, 3-ə bölüm 2 qalsın, 3-ə bölüm 3 qalsın, 2 ilə də 4-ü aparsam, 8-i aparsam 4 qalacaq, yuxarıda 5, aşağıda 12. Olacaq 12-də 5. Baxırıq 30-cu isbat sualımıza. Belə bir şəkil çəkmişik. Deməli, aydın məsələdir ki, burada radius olan xəttlər bunlardır və bu radiuslar həmişə bir-birindən bərabər olur. Əlavə olaraq bizə bildirib ki, CD AO-ya bərabərdir. CD əgər AO-ya bərabərdirsə, yəni CD özü də radius uzunluğundadır deməkdir. İndi gəlin başlayaq prosesə. Mən bu ASY bucağından ki danışır. Bu bucağa bir alfa desəm. Onda burada alfa olmaq zorunda. Çünki burada bərabər yanında 3 bucaq var. Eyni məntiqlə onda bu xarici bucağa götürüb nə yazmalıyam? 2 alfa. Niyə görə? Çünki 3 bucağın 2 daxili bucağın cəmi ona qonşu olmayan xariciyə bərabər idi. Onda bu bərabər yanında 3 bucağa görə də məcburam buraya 2 alfa yazım. Daha sonra baxaq buradakı xarici bucağa, yəni OYS 3 bucağına. Bu 3 bucağın daxili bucağının biri 2 alfadır, digəri isə alfadır. Onda aydın məsələdir ki, onlara qonşu olmayan xarici bucaq olmalıdır 3 alfa. Bitdi. Bu qədər asan. Bu dediklərimi, sözlə izah elədiklərimin hər birisini sadəcə yazılı şəkildə yazmalısınız, əsaslandırmalısınız. Və son olaraq da alınır ki, həqiqətən də bucaq ASY oldu 3 alfa. Bucaq A, daha doğrusu üzr istəyirəm, alfa. Bucaq AOE-ni isə biz aldıq 3 alfa. Doğrudan da 3də 1 hissəsidir, kiçik olan böyüyün. Və son olaraq da bunu yazırsınız ki, beləliklə olduğu isbat olunmuş oldu. Bu qədər.